Hamınıza salamlar dostlar. Bugün sizlərə yepyeni bir video sizlərin qarşısındayım. Bugün yenə Avtobus Simulator Ultimate oynuyoruz. Amma bu videoda əvvəlki kimi, əvvəl çəkdiyim Avtobus Simulator Ultimate oyunu kimi deyil. Bu da o oyundur. Amma indi isə mən Türkiyə xəritəsində başqa ərazilərdə avtobus sürəcəm və sərnişinləri ünvanına çatdıracam. İndi isə oyunumuza keçək. Amma oyunumuza keçməmişdən öncə kanalıma abunə olub like atmağı unutmayın. İndi isə gəlin oyuna keçək. İndi isə gördüyünüz kimi Kastamonu Rize Türkiyə marşrutuydu. Daha doğrusu avtobusuydu. Üstündə dedim ərazisiydi. İndi biz avtobusla oraya sərnişin çatdıracaqdıq. Amma artıq o getdi. Amma İstanbul düzdə Kastamonu var burada dostlar. Bu 3 bölgədir. Mən də 3-4 bölgə doğrusu istəyirdim. Amma baxaq görək. Amma dostlar görürsünüz, bunun arxasında xəritəni görürsünüz. Otaqdan çıxacağım dostlar. Onun arxasındakı bir-birinə yaxındır. Mən uzaq yerlər istəyirəm dostlar. Amma Türkiyədən istəyirəm də, o bir ölkələrdən istəmirəm. İndi isə Kocaeli Tekirdağ. Yox, ora 2 dənə ərazidir. 3-4 dənə olsa bəsdir. İndi isə dostlar biraz gözləyin. Bir dənə bu açılsın. Açılıb da doğrusu prosto Türkiyə ərazisi yoxdur. Çoxu belə başqa ölkələrdir. Bəli dostlar. İndi isə Kocaeli Tekirdağ var. Amma onlar bir-birinə yaxında, həm də ki Kocaeli Tekirdağ bilmirəm bir-birinə yaxın olduğunu, amma iki ərazi deyə girmirəm. Uzaq olsalar deyə girməyəcəm, çünki 2 dənə ərazidir. Mən 3 dənə ərazi istəyirəm. 3 də bir-birinə uzaq olsun. Bəli dostlar. İndi isə dostlar bir dənə bu qalbadı getdi. Dostlar istəyirsiniz bu xəritədən çıxaq, ikinci servera qoşulaq. Xəritədən çıxaq, yəni başqa servera qoşulaq dostlar. Bir dəqiqə. Buradan necə çıxırdı? Bir dəqiqə dostlar. Çıxa bilmirəm bu. Yadına çıxır. Gördüyünüz kimi dostlar 4 dənə ərazi var. Baxın bir-birlərinə yaxında, amma olar. Dostlar üzr istəyirəm, reklam gəldi. Üzr istəyirəm, reklam gəldi. Bəli dostlar, girmişik. 4 dənə bölgəmiz var, amma bir-birlərinə yaxındır. Amma kilometrləri çox. Bir-birlərinə yaxın deyəndə, yəni biri bir-birinə yaxındır, amma o birisindən uzaqdır. Yəni 4 dənə bölgədir. Bergamo, Uşaq, Afyonkarahisar, Tekirdağ. Bergamo, Uşaq məsələn deyirəm, amma yaxındır, amma Afyonkarahisardan Tekirdağ uzaqdır. Yəni elə. İndi girdik. Avtobus Simulator Ultimate gördüyünüz kimi oyuna girən zaman oyunun adı gəlir. Digər oyuncular gözləyir, yazır. Və sol alta baxsanız da yüklə yazır, yəni yüklənir. Gördüyünüz kimi indi Uşaqa gedirik dostlar. Dostlar avtobusum da çirklənir. Dostlar bağışlayın. Ben başka yere bakacağım.
Dostlar bu arada burada belə siqnallar verin ya. Bəli, getdik dostlar. İndi yolumuza başlayırıq. Və onlayn olduğu üçün başqa avtobuslar da var. Oy. Dostlar baxın, içinə girdim avtobusun. Amma bundan sonra avtobusların içinə girmək yoxdur. Yəni içinə girirsiniz. Yəni dəymək kimi şeydir o da. Amma bunlar nədənsə yavaş şeylər. Mən bunları sağa keçim. Orada avtobus yapmışdı. Dostlar bağışlayın, vurdum. Amma sərnişin məmnunluğu 100%'dir. Dostlar biraz da mən siqnal verim. Dostlar mənim siqnalım belədir. Bəli. İndi isə sola gəlmə açıram. Çox istədir konteyneri açardınız yazmışdı. Mən də yazdım. Yəni bastım ki açıram. Burada dayanmaq olmazdı. Dostlar görürsünüz, mən ona görə vururam. Orada dayanır. Yəni mən oradan keçirəm. Sən oradan niyə dayanırsan ki? Bəli, gedirik dostlar. Belə sola dönüm. Yəni sola dönüm deyəndə sol palasaya çıxım. Gördüyünüz kimi dostlar 130 sürət 130'a qalxanda sərnişinlər etirazlarını bildirir. Dostlar bağışlayın, dilim dolaşdı. Dostlar belə baxın, mən belə yavaş gedəmirəm. Sonra da yazırlar ki, çox sürətlisən. Yəni siz yazmışsınız, yəni buradakılar deyir. Sərnişin məmnunluğu bayaq 100 pilosuydu, indi 100 oldu dostlar. İndi 98 oldu. Sərnişin azlığı gördüyünüz kimi altdakı qap şəklidir və solunda çəngəl, sağında qaşıq. Sol tərəfə baxsaq görəsiniz, sərnişin azlığı odur 90%'dir. Amma sərnişin məmnunluğu 98%'dir dostlar. Yəni mən bu oyunu təzə başladığım üçün vura bilirəm bəzi yerlərə. Dərhal cənab. Təşəkkürlər, kapitan o da mənə təşəkkürünü bildirdi və sərnişinlərin məmnunluğu təkrardan 100 pilosa qalxdı. Bayaq 100 pilosdan 100'e inmişdi. İndi isə 100 pilosa qalxdı. Və sərnişinlər deyir ki, biraz daha sürətli getsən səs divarı ilə toqquşacaq. Dostlar, neyse siz onlara fikir vermeyin, amma biz öz gedəydə, öz tempimizdə gedək. Exit right. Dostlar, buradan dönə bilməyəcəm mən onu. Oyun necədir ki? Multimedia xidmətini aça bilərsinizmi? Təbii ki edəcəm. Dostlar, sərnişin məmnunluğu 42%'e düşdü. Mən təbii ki edəcəm, bastım 42%'e düşdü. Yəni dostlar, bu oyunun pis yanı elədir ki, baxın mən harası çatanda məsələn 92'də, təbii ki edəcəm, basıram 95-98 olmalıdır, amma 42'ye düşdü, çünki çox yaxınlaşdım deyə. Bəli dostlar, amma burada mən bura gələcəm, sərnişinləri düşürdəcəm, burada bitməyəcək. Gördüyünüz kimi sərnişin məmnunluğu 38'dir, yəni bilmirəm. Burada burada bitmir. Buradan sonra bir yer də var, ora gedəcəyik. Hətta 3 yer, 2 yer qalıb. 2 yer. Çaşdım. Bəli dostlar, indi sərnişinlərimizi indirdik. İndi Afyonkara isar edirik dostlar. Bəli dostlar, getdik. Ən sürətli gedən mən oldum. Yəni ən sürətli mən.
ən gəldi mən necə deyim? Ən gəldi mən qalxdım da yerimdən. Amma məni gəlib keçdilər. Və sərnişinlər bir yandan da deyir ki, çox istəyir kondisioner aça bilirsinizmi? Mən də deyirəm, yəni orada 2 dənə seçeneği gəlir. Biri deyir biri deyir açmıram, məsələn deyirəm, biri deyir açmıram, biri deyir açıram. Mən açıram, basıram ki, sərnişin məmnunluğu yüksəlsin, amma da daha da düşür. Niyə belə düşür, mən bilmirəm. Dostlar, görürsünüz, mən heç yola baxıram, mən sürətə baxmıram ki. Mən nə bilim mənim sürətim necədir, sonra işlənirlər. Bəli dostlar, kimsə arxadan siqnal eləyir elə bil. Biraz tormuz verək dostlar. Özümə şükür edirəm, kondisioner yandıra bilərsiniz, dərhal cənab. O da bizə təşəkkürlərini bildirir. Təşəkkürlər kapitan deyir və beləliklə yolumuza davam edirik və sərnişin məmnunluğu 4% yüksəldi. 22% oldu. %22% sərnişin məmnunluğu. Belə də açıq qoyum. %76% sərnişin azlığıdır. %22% də sərnişin məmnunluğudur. İndi mən elə bir şey edəcəm ki, o sərnişin məmnunluğun yüksəldəcəm deyəcəkdim. Sürətli millinin fərqinə varmanız dedi. Tekrardan 18%'e düşdü, %18%'e. İndi isə mən elə bir şey edəcəm ki, Dostlar, mən vurdum, o podium elədim. Mən neyim? İndi baxın, bura belə bir yemək yeridir. İndi mən sərnişinləri burada gözləyəcəm. Onlar yeməklərini yeyib gələcəklər, dostlar. Bəli dostlar. Bəli dostlar, bir avtobus daha mənim yanıma gəldi. Azad Baku Bus BMC. Dostlar, deyəsən bu da Azərbaycanlıdır. İndi isə sərnişinlər gəldi. Amma gördüyünüz kimi pəncərənin içindən bir neçə sərnişinlər belə yeməyə getməyə, yəni belə oturub qalırlar. Yəni ürəkləri istəmir. Bəli dostlar, gedirik. Biraz da yuduzduraq maşınımızı dostlar. Bəli dostlar, limağa başladı maşınımızı. Yəni daha doğrusu avtobusu. Çok isteyecek. Kondisioner şekli olacaksınız. Derhal cənab. Bəli dostlar, sərnişin azlığı 98%'e düşdü. İndi onlar restorana düşürdüyümə belə baxmayaraq 98%'e düşdü. 100%'den 98%'e. Bəli dostlar, belə gedək. Bəli dostlar, indi isə gedirik. Exit right, yəni sağa dönək. Bəli, gedirik. Bu oyunu çoxları yəni çox hansı ölkədən oynadığını bilmək istəyirsinizsə, Azərbaycandan da oynayırlar, amma Azərbaycandan az oynayırlar. Amma Türkiyədən bu oyunu çox oynayırlar. Bilmirəm, adı ingilis dilində ola bilər, amma məncə
daha dəqiq bilmirəm. Deyəsən bu oyunu türklər yaradıb. Kapitan sən də çox sürət getmiş. Gedirik, prost mənə görə o yavaşdır. Bir dəqiqə dostlar. Ay. 20% oldu. Dostlar ben biraz geciktim ama benim yerim ayda. Let's get started. Drive safe. Evet dostlar gedirik şimdi. Let's get started. Drive Ay. safe. Ayda. Ben ne deyirəm dostlar? 18%. Bayaq 10% idi. Dəydimə görə 18% qalxdı. Mən niyə bunun arxasına keçirməyim? Saçdım dostlar. İndi isə gedirik Tekirdağ. Axırıncı deyəsən çatacağımız ünvan Tekirdağdır. Dostlar belə suallar verir, yəni deyirlər konteneri falan açın. Mən onda heç baxmıram nə deyirlər. 2 dənə belə sərnişinlər söz deyirlər. Gördüyünüz kimi video gördüyünüz kimi onun altında 2 dənə belə cavablar gəlir. Onun biri pisdir, biri yaxşıdır. Məsələn, açıram, biri nə bilim evində kondisioner yoxdur, belə falan. Mən amma suallara baxıb cavablara baxmıram. Elə promoy cavablara baxıram. Hansı yaxşı cavabdır ona basıram ki, sərnişin məmnunluğu heç olmasa biraz yüksəlsin. Gördüyünüz kimi geri yüksəlsin, kiminsə gözdəydi. Eri atmışam dostlar, qabağa geri. Təşəkkürlər kapitan. 28% yüksəldi dostlar. Sərnişin məmnunluğu. Bəli, indi isə gedirik. ...350 kilometr var Tekirdağ çatmamıza. Tekirdağ türk dilində bizim dildə səhv eləmirəmsə Tekirdağ belə də. Mənasını bilmirəm, amma bizdə nə deyirlər ola bilmirəm, amma bizim dilə çevirəndə, bizim hərflərlə deyəndə Tekirdağ deyirik. Sürəcəm dostlar. Heç sərnişin məmnunluğuna baxmayacağam. Basacağım, keçəcəm bunu. Mənlə yarışım. Dostlar, heç sərnişin məmnunluğuna baxmayacağam. Qoy istəyir 0 olsun. Amma ona nədir? Qazı basacağım, görüm nəticə ilə gəlir. Deyəsən 140 ilə gəlir. Neyse dostlar, bildiği neçə ilə gəlir, 140 ilə gəlir. Daha çox qaza basmayaq, sərnişin məmnunluğu düşür. Bəli dostlar, 270 kilometrimiz qalıb. Of. Mən
Yavaş gedə bilmirəm dostlar. Bu oyun mənim üçün deyil. Daha bu oyunu oynamayacağım dostlar. Ya Brawl Stars. Bu arada Brawl Stars demişkən. Brawl Stars videosu çəkeyim. Dostlar yorumlara yazarsınız bunda. Action right. Yedim hadi action right. Dostlar bu arada Galatasaraylılar için belə bir stadion. Görmədiniz ama bu stadion sarı, kırmızı, dostlar videonun geriye sarıp baxarsınız da adı neydi? Sarı, kırmızı bilmirəm ne yazmışdı ama onu bilirəm ki tüşlərdə Rams Park'dı ora. Sarı, kırmızı yazmışdı. Oyunu məncə də tüşlər yaradıb çünki yox, əslində tüşləri yaratmayıb. Türk xəritəsi olduğuna görə Türk futbol takımları göstərir, Türk bayraqları göstərir. Dostlar 0%'e düşdü. Sənin üçün məmnunluğa 0%'e düşdü. Bu nə deməkdir? Dostlar gəlin yavaş-yavaş gedək də. Sürəti sabitlədim. Sürət 90'a sabitlədim dostlar. Lap 100'e sabitləyim. Yavaş-yavaş gedək. Bu kimdir dostlar? Adı Azaddır. Bu arada mənim kanalımı izləyirsənsə, bu arada video sən də düşdüm. Yəni sənin avtobusun düşdü daha doğrusu. Bakı Bus BMC. Dostlar başlayayım. Bu Bakı Bus avtobusda, yani bizim dilə çevirəndə İngilizcəsindən bizim dilə tərcümə edəndə Bakı Bus baş avtobusu. Bəli dostlar, gedirik. Sakit 100'lə 10%'dir sənin üçün məmnunluğu. Yenə 10%'dir. Bəli dostlar, 110 sabitdə. Yox, 120 sabitliyim. Onsuz da 125'ten yuxarı keçəndə sərnişinlər narahatçılığını bildirir. Yəni etirazlarını bildirir. Sərnişin alıcılığı da 63%'dir. Yəni ortalanmadır. Ortalamadan biraz çox. Avtobus burada saxlayıb məcbur sağa girməyə. Məcbur uzun xəttə tapdalamağa məcbur qaldım çünki avtobus orada elə dayanmışdı. Dostlar, nə qədər suallara cavab verdim. Hamısına təbii ki edirəm falan bastım. Heç birində sərnişin məmnunluğu yüksəlmədi. Dostlar, bu benzinlə çatarıq yoxsa yox? Benzinim gördüyünüz kimi aşağıdakı 27'dir. 90 kilometre qalıb. 97, 98. Çək ki də artırək dostlar. Çatar qaşı. Sərnişin məmnunluğuna açıq qoyun baxarıq. Dostlar, bu uzun video oldu. Ucu 25 dəqiqə tamamdır. Dostlar, görürsünüz. Mən bax gördünüz, qıraqlara vurdum, 18'e çıxdı, qıraqlara vurandan sonra 12'ye indi. Yenə də ondan yuxarı çıxıb da. Bu niyə bəs vuranda yuxarı çıxır? Onda belə ki, vuracağım da sürət gedim. Soldan heç kim gəlmir? Yox.
Çıxay axtar. Ağ xətt deyəcəkdim. Mən uzun xətt tapdım. Sarı, kırmızı aslan, Avropanın fatihi. Bəli dostlar. Bəli dostlar, %22% oldu sərnişin məmnunluğu. You have reached your destination. Bəli dostlar, təyinat yerində çatdınız yazdı deyəsən o xəritənin üstündə bilmədim. Geriyə sahib ona da baxarsınız. Bəli dostlar, bugünlük video burada bitir. Gələn dəfə videoda xərc 226, qalan pul 1109 manat, yəni gəlir 1335 manat idi. Xərc 226 manat çıxdı. Qalan pul 1109 manat. Və dostlar, video burada bitir. Gələn videoda hansı oyunu oynamağımı istəsəz, onu da yazın. Və onu da oynayın. Və özünüzə yaxşı baxın. Sağ olun.